oğlan siqaret çəkir, atası gələn kimi tez elə şey qırağa atır. Bu atasına hörmət eləyir. Belə hörmət olar. Nə olsun, bir atanın bir yanında siqaret. Mənim atam məndən siqaret alır. Siqaretin yoxdur. Nə bilim, məndən, atamla bütün aradan sərhədləri götürmüşük. İndi biz pis ata oğluq. Yox, biz başa düşürəm. Yəni, nətər olur ki, ata oğlu? Yox, nə bilim, hələ bir yaxşı deyil, hələ bir atanın yanında uşağı öpmək olmaz zat söhbətlər var. Nə bilim, o şeydir. Atı ilə ana yatmamış, əgər oğulla bəy, gəlin, zat hamısı da təzə evlərində bir atı ilə ana yatmamış, bəylə gəlin öz otağına gedə bilməz. Mən nə bilim, bunlar nə vaxt yatacaq. Bu yatanda mənim bütün həvəsim, ruhum, bütün mən bilib bu nə qadağalardır, bu nədir, nə bilim, bu şeylər yəni mənim qəbul edə bilmirəm. Bizim bu kəramətin hər sözündə doğrudan da bir məna var. Kişi dərindir də, çox dərindir. Özdə bütün hadisələri elə şərh eləyir ki, elə bir uzun müddət qaynata olub, uzun müddət qaynana olub, uzun müddət baldız olub, elə bir uzun müddət dövlət başçısı olub, nə bilim, məmur olub, nazir olub, elə bir uzun müddət, belə də bütün hadisələri elə şərh edir ki, deyirsən ki, bunlar kəramət hardan bilir? Doğrudan bəzi fikirlər, doğrudan da fəlsəfidir. Məsəl üçün, mən həmişə o qaynanaların, qaynataların yanında gəlinin o uşağı qucağına almamasına, götürməməsinə həmişə pis baxmışam da. Gözümün qabağında uşağın, körpənin, 3 aylıq, 4 aylıq körpənin ağzından köpük gəlib tökülüb. Qaynata həyətdə gəzdiyi üçün, hər an balkona, nə bilim, evə girdiyi üçün gəlin o körpüyə yaxınlaşa bilməyib. Məsələn, mən ona demişəm ki, sən götür də, deyib, yox, qaynatam gələ bilər, qaynanam gələ bilər, məni görə bilər. Uşaq qucağımda, körpəni mən götürmüşəm. Uşaq partlayır, uşaq ölür, ağzından köpük tökülür. Qaynata, qaynana evdədir, gəlin körpüyə yaxınlaşa bilmir. Çünki evin qanunları var, qaydaları var. Gələn gündən onu başa salıblar ki, bax, bunlara əməl etməlisən. Əgər qaynananın, qaynatanın elə gəlin hörmətini saxlayırsa, o uşağı, o körpəni qucağına aldı, almadı. Onlar hamısı, mən deyərdim ki, inanın ki, bunlar hamısı, bilmirəm kimdir, bunun müəllifi kimdir ki? Kimdir, hansı kişilik, hansı arvad? Bunların müəllifi kimdir ki, körpəni valideyn qaynatasının, qaynanasının yanında qucağına götürə bilməz? Kəramət sağ ol, ləğülə. Bax, bu fikirdə çox xoşuma gəldi. Atanla da dost olmaq lazımdır.